Salam əziz şagirdlər, bu gün sizinlə Dövlət İmtahan Mərkəzinin test toplusundan tam cəbri ifadələr bölməsinin bir hədli və onun standart şəkli natural üslü qüvvət alt bölməsinə aid bir neçə maraqlı sualın izahı ilə tanış olacağıq. İlk sualımız 20 nömrəli sualdır və sualda deyilir: bizə bir hədli verilir və bir hədlisinin qüvvəti əmsalından neçə dəfə böyükdür? Tapmaq soruşulur. Bir hədli standart şəkildə deyil, ilk əvvəl onu standart şəklə gətirməliyik. Sualı köçürək. 2a kubu b kubu və bu ifadənin kubu vurulsun mənfi 2-də 1 a kvadratı b və bu ifadənin də kvadratı. Qüvvətə yüksəltmənin xassələrini tətbiq eləyək. 2-nin kubu eləyir 8, a-nın kubunun kubu eləyir a üstü 9, b üstü 9 vurulsun. Mənfi 2-də 1-in kvadratı bizə verir müsbət 4-də 1, a kvadratının kvadratı a üstü 4 və b-nin kvadratı eləyir. Sadələşdirmələri eləyək. Əmsalları sadələşdirdikdə 8 və 4 ixtisar gedir, qalır 2 a üstü. A-nın üstü 9 və A-nın üstü 4 var. Onlar vurulduqda üstlər toplanır, eləyir A üstü 13. B üstü 9 və 2 toplanır, eləyir 11. Artıq bizdə diqqətlə baxsaq görək ki, bir hədli standart şəkildədir və bizdən onun qüvvəti əmsalından neçə dəfə böyükdür soruşur. Gəlin qüvvətini tapaq. Bir hədlinin qüvvətini tapmaq üçün qüvvət üzəri toplanırdı. Qüvvət bizdə 13 üzərinə gəl 11, bu isə eləyir 24. Əmsal isə qarşıda duran ədəddir və o da 2-yə bərabərdir. Əmsalımız da 2-yə bərabərdir. Bizdən də deyir onlar neçə dəfə böyükdür. Təbii ki, qüvvəti əmsala böləcəyik. Düzgün cavab eləyir 12 A variantı. Keçirik növbəti suala. Növbəti sual 23 nömrəli sualdır. Sualda yenə ifadənin qiymətinin hesablanması soruşulur. İfadəni köçürək. 12 üstü 6 vurulsun 25 kvadratı bölünsün 27 vurulsun 10 üstü 7 vurulsun 8 üstü 7. Daha sonra növbəti kəsirdə 15 üstü 4 vurulsun 2 üstü 17. Aşağıda isə 9 üstü 3 verilir. Gəlin bu ifadəni bir qədər sadələşdirək. 12 üstü 6-nı biz eyni vurğuları eyni yerə yığmaq şərti ilə 3 üstü 6 vur 4 üstü 6 şəklində göstəririk. 25 üstü 2-ni 5-in kvadratının üstü 2 kimi göstərə bilərik. 27-ni 3-ün kubu kimi göstəririk. 10-u 2 üstü 7 vurulsun 5 üstü 7 kimi ayırırıq. Daha sonra 8-i 2 üstü 3-ün üstündə də 7 kimi yaza bilərik bu ifadəni. Vurulsun 15-i yenidən. Burada 15-ə gəldik. 3 üstü 4 vurulsun 5 üstü 4 kimi ayırırıq. Vurulsun 2 üstü 10, 7 qalsın 2 sadədir. 9-u da yenidən 3-ün kvadratının göstəririk və onun da üstündə kub var. Bu sadələşdirmələri etdikdən sonra indi bir qədər də qüvvət yüksəltmələri həyata keçirək. 3 üstü 6 yazaq elə. Mən ümumiyyətlə burada 2 kəsir olsa da hamısını eyni kəsirdə yazacağım. Çünki vurmadır. Sürət-sürətə vurulmalıdır. 3 üstü 6 vurulsun. Biz burada 4 üstü 6-nı göstərə bilərdik. Qıraqda yazaq, bir də yenidən iş olmasın. 4 üstü 6 bərabərdir 2 üstü 2 üstü 6. Və burada qüvvətə yüksəltdikdə 2 üstü 12 almış olacaq. Yəni, bax, bu qısa not kimi burada yazıram. İfadəni yenidən yazmamaq üçün. Eləyir 2 üstü 12. 12. Vurulsun 5 üstü 2-nin kvadratı eləyir 5 üstü 4 vurulsun. Növbəti kəsirə keçdim. 3 üstü 4 vurulsun 5 üstü 4 vurulsun 2 üstü 17. Məxrəcə keçirik. 3 üstü 3 vurulsun 2 üstü 7 vurulsun 5 üstü 7 vurulsun 2 üstü 3 vur 7 yəni 21
vurulsun 3 üstü 2 vur 3, yəni 6 bərabərdir. İndi biz əsaslara eyni olanları sadələşdirəcəyik. Yəni 3 üstü 6 vurulsun 3 üstü 4 var burada. Bu eləyir 3 üstü 10. Vurmada qüvvət üstləri toplanırdı. 3-lərə baxdıq artıq. Daha sonra 2-lərə baxaq. 2 üstü 12 vurulsun 2 üstü 10 7. Bu eləyir 2 üstü 29. Toplandı qüvvət üstləri yenə də. Daha sonra 5'lər qaldı. Vur 5 üstü 8. Davam edirik. Məxrəcə baxırıq. 3 üstü 3 burada, 3 üstü 6 burada toplanır. 3 üstü 9 vurulsun. 2 üstü 7, 2 üstü 21 eləyir. 2 üstü 28 vurulsun və 5 üstü 7 də burada. Bərabərdir. Biz bilirik ki, böldükdə qüvvət üstləri çıxılırdı. 3 üstü 10'u 3 üstü 9'a böldükdə qüvvət üstləri çıxacaq, qalacaq 3 özü. Vurulsun. Daha sonra 2 üstü 29 2 üstü 28'e böldükdə 29'dan 28 çıxılır. Qalır elə 2 üstü 1. Vurulsun. 5 üstü də yenə də 1 qalır burada. 8'dən 7 çıxdıq. Bərabərdir. Deməli, sualımızın düzgün cavabı A variantı eləyir. Keçirik növbəti suala. 29 nömrəli sualdır və deyir ki, ifadələrdən hansı ifadənin qiyməti müsbətdir? İfadənin qiyməti mənfi və yaxud müsbət olduğunu təyin etmək üçün o ifadəni sadələşdirmək lazımdır. Ən azından eyni əsasa gətirmək daha məsləhətlidir. A variantından başlayırıq. 8 üstü 16 çıxılsın 16 üstü 8. Hamısını 2'nin qüvvəti şəklində göstərə bilərik. Yəni 8'i 2 üstü 3 üstü 16 çıxılsın 16 üstü 8 isə 2 üstü 4 kimi göstəririk 16'nı, üstü də 8. Qüvvət üstləri vurulacaq. 2 üstü 48 çıxılsın 2 üstü 32. Biz təbii ki, bilirik ki, 2 üstü 48, 2 üstü 48 böyükdür 2 üstü 32'dən. Deməli elə böyük ədəddən kiçik ədəd çıxacaq və bu ifadənin qiyməti müsbət eləyəcəkdir. Bizim sualımızın düzgün cavabı eləyir A variantı. Digər nümunələrdə bu qaydada yoxlasaq, əksini almış olacaq, yəni onların qiymətləri mənfi eləyə bilər. Keçirik növbəti suala. Növbəti sual 32 nömrəli sualdır. Sualda deyilir ki, M1 bir hədlisi və M2 bir hədlisi var. Onların hasilinin dərəcəsi 24'dür. M1'in dərəcəsi 8 olarsa, M2 bir hədlisinin dərəcəsini tapın. Bizdə 2 bir hədli var. Onların hasilinin dərəcəsi 24'dür. Yəni M1 vurulsun, M2'nin dərəcəsi 24'dür. Biz bilirik ki, bir hədlərin vurulması zamanı dərəcələr toplanılır. Yəni biz M1 bir hədlisinin dərəcəsinə X, M2 bir hədlisinin dərəcəsinə Y desək, onların hasilini tapar zaman dərəcələr toplanacaq. Yəni X üzrə Y bərabər olub 24'ə. Və M1'in dərəcəsi 8 verilib bizə. Yəni X-ımız 8'dir onsuz. 8 üzərinə gəl Y bərabərdir 24. Və buradan da Y bərabər olur 16'ya. Bizdə M2'nin dərəcəsini soruşuldu, bir hədlisinin və M2 bir hədlisinin dərəcəsi də eləyir 16. Keçirik növbəti suala. Növbəti sual 38 nömrəli sualdır və deyir ki, bir hədlisinin qüvvəti 14 olarsa, M-in hasilinin ən böyük tam qiymətini tap. Biz bir hədlini yazaq. 5A üstü 4M, B üstü N, C bir hədlisidir. Və qüvvəti 14'dür. Qüvvəti tapmaq üçün bir hədlidə qüvvət üstlərini toplayırdıq. Yəni 4M üzərinə gəl N, üzərinə gəl 1, C-nin qüvvəti bərabərdir 14. Və 4M üzərinə gəl N bərabər olmalıdır 13'ə. Artıq biz bu ifadəni bildikdən sonra M vur N hasilinin ən böyük tam qiymətini soruşulur. Deməli, biz M və N-in mümkün qiymətlərini hamısını yoxlamalıyıq. Təbii ki, tam ədədlərdən gedir söhbət. Bir hədli olduğuna görə də müsbət ədədlərdən gedir. M-ə 1 veririk bir dəfə. M-in 1 olduğu halda 4 vur 1. 4 və 13'dən çıxırıq. N eləyir 9. Daha sonra M-ə 2 verə bilərik. M2 olduqda 8 çıxılır.
13-dən eləyir 5. Növbəti halda m-ə 3 verə bilərik. 12 eləyir 4 vur 3. 12, 13-dən çıxdıqda qalır n üçün 1. N-ə biz m-ə artıq 4 versək, 16 eləyəcək və n bu dəfə mənfi eləyəcək. Bu hal isə mümkün deyil bir hədli şərtində. Artıq bizdə m və n-in mümkün qiymətləri yazıldı. 1, 9, 1, 9, 2, 5 və 3, 1 hallarıdır. Onların hasillərinin ən böyük qiyməti soruşur. Təbii ki, birinci halda hasil 9, ikinci halda 10, üçüncü halda isə 3-ə bərabər idi. Bizdən ən böyük tam qiymət soruşduğuna görə düzgün cavabımız eləyir 10. Bölmə haqqında suallarımız bundan ibarət idi. Növbəti videolarda görüşərik.